Değerli terazi bizler her birini salamlayıram. İyun ayının prognozunu sizlere söyleyeceğim. İyun ayında bilirsiniz Saturn ve Neptun birleşir. 84 yıl bundan önce birleşirler. 6. defa birleşir ve büyük değişiklikler olacak her bir burç için ve hemçinde değerli teraziler için de, qararsız teraziler için de. Teraziler için iyun ayının 7'sindən böyük səfərlər gözləyir. Böyük səfərlər. Yəni qısa getdim, gördüm, gəldim yox. Uzun müddətdir. Ola bilər harasa gedərsiniz, qalarsınız 3 ay, 5 ay. Ola bilər vətəndaşlıq ala bilərsiniz və yaxud da ki, ola bilər də ki, siz oranın vizasını alarsınız, başqa bir ölkə olsun, vizası, təhsillə əlaqədar olsun və yaxud işlə əlaqədar fərq etmir. Və tərəzilər üçün yeniliklər çıxır. Özləri üçün yeni çevrələr, yeni çevrə yaradacaqlar, yeni dostlar, tanışlar. Və tərəzilər üçün yeni iş çıxır. Çox işləyəcəksiniz. Yəni uzun saatlı işləyib az məbləğ qazanmayacaqsınız. Burada işdə olacaq, iş qrafiki olacaq və yaxşı məbləğ olacaq. Və tərəzilər üçün ayın 7-sindən 11-nə qədər, bilirsiniz 11-i Polnaloniyada dolu aydır. Yaxşı qazanc çıxır. Yaxşı xəbərlər ala bilərsiniz. Bu bacı qardaşla əlaqədar ola bilər. Bu ola bilər hansısa evin tikintisi ilə əlaqədar olsun və yaxud ev alıb satqısı ilə hansısa qardaş ev tikə bilər, ev ala bilər və yaxud kimdəsə hansısa bacıda, qardaşda və yaxud özünüzdə və yaxud öz övladınızda yəni ev almaq fikrinə düşər və yaxud evi tikərsiniz, təmir edərsiniz və yaxud sizlə məsləhətləşərlər bu kimi. Yeni texnologiyaya baş vuracaqsınız, yeni kompüter ala bilərsiniz, yeni mobil telefon ala bilərsiniz. Burada ümumiyyətcə yeni texnologiya alacaqsınız. Ya bu ola bilər maşın olsun, araba olsun, bu ola bilər olsun, bu kompüter, stolüstü kompüter və yaxud kiçik laptoplar olsun, texnologiyadır bu. Burada Neptunumuz var, Neptun bizə yəni nələri vəd edir? Neptun rəngdir, amma çox möhtəşəmdir və çox möhkəmdir. Burada mən nəyə görə söylədim ki, texnologiya, mobil telefon ola bilər, kompüter ola bilər. Çünki bundan qazanc əldə edəcəksiniz. Əsas məsələ qazanc. İşləyəcəksiniz, çalışacaqsınız, qazanc. Və dolu ayda 11 iyunda söylədiyim kimi yeni xəbər ala bilərsiniz, nəyinsə yeniliyi, başlanğıcı və 13, 15, 18 iyunda tərəzilər üçün yeni eşq, sevgi yaşaya bilərsiniz. Baxmayaraq ki, evlisiniz, baxmayaraq ki, ərdəsiz, baxmayaraq nişanlı ola bilərsiniz və yaxud sevgiliniz ola bilər. Kimisə görəcəksiniz, kiməsə aşıq olacaqsınız. Sizin bu gözünüzdə olmayacaq ki, kimsə var yanımda artıq, yox. Kiməsə, yəni sehirli şəkildə aşıq olmaq. Kimsə sizi çox cəzb edəcək özünə. Və yeni münasibət çıxır. Amma çox ehtiyatlı olmalısınız, çox ehtiyatlı. Çünki burada gizli olan sirlərin açılmağı ola bilər. Burada ola bilər nəyəsə örtbasda eləmək istəyirsiniz. Hə, mən ağıllıcasına hərəkət edirəm, heç kimin heç şeydən xəbəri yoxdur, amma hamının da aşkaraçar hər şeydən xəbəri ola bilər. Və dəyərli izləyicilər, əsas məsələ tərəzi burcları sizlər üçün finans, maddiyyat çıxır. Ola bilər kimləsə bir qadınla, bir xanımla tanış olarsınız, o sizə maddiyyatda kömək edər, sizlə bir iş qurar. Çünki burada Veneramız da var, Mars da var. Mars ehtirasdır, Venera qadındır, ümumiyyətcə. Həm də siz tərəzilər üçün tayna çıxır, tayna izlər, gizli sirli işlər və yaxud hansısa bir iş olub, gizli qalıb, sirli qalıb onu ustaşlar və yaxud nəyinsə gizlini aşkara çıxararsınız. Bəli, sizi qəzəbləndirəcək bir durum olacaq, amma bu da ötüb keçəcək. Və ümumiyyətlə yadınızda saxlayın, Saturn'da, Jupiter'da həyatınızda lazımsız insanlara həyatınıza çıxarır və lazımlara həyatınıza salır. Bəziləri ümumiyyətlə boşanmağa qərar verəcəklər. Bəzi tərəzi burcları boşanıram, artıq istəmirəm, amma bu günün istəmirəmi deyil. Bu 3 il öncə və yaxud 3 ay öncə bu qərarı verə bilməmişsiniz. Çünki baxın, 3 il öncə və yaxud Neptun 14 il öncə nələr olubsa, nələrə imza atmamışsınız. Bəziləri evlənə bilməyiblər, bəziləri ayrılıblar, bəziləri məcbur şəkildə evləniblər. Yəni siz bu qərar alacaqsınız. Mən boşanmaq istəyirəm, mən ayrılmaq istəyirəm, və yaxud mən yenidən o adamla olmaq istəyirəm, yenidən o insana qovuşmaq istəyirəm. Bu kimi fikrə gələcəksiniz.
Və tərəzilər bilirsiniz, siz biraz qərarsızsınız, səbirsizsiniz. Amma hər bir işdə təbii ki, təmkinli olmaq lazımdır, səbirli. Çünki Neptun'da, Venera'da, Mars'da, Jupiter 4 böyük planet birləşir bu yay. Demək olmaz ki, təkcə iyun ayında, iyulda da, avqustda da, yəni sizlər qalib ola bilərsiniz, nələrsə edə bilərsiniz, amma səbirli olmaq şərtilə və biraz da təmkinli olun. Əsas da ki, odur ki, can sağlığı və finans. Finans da ki, siz tərəzilərdə olacaq. Çox tez-tez xaricə gedəcəksiniz, yəni xaricilərlə işləmək də çıxa bilər, ola bilər sizin mallarınızı xaricə göndərərlər və yaxud siz xaricdən mal alıb sata bilərsiniz, nəsə alarsınız və yeni uşağın dünyaya gəlişi gözlənilir, yeni artım görünür, ola bilər bacı qardaşda yeni artım olsun, kiminsə bacısı qardaşı olsun və yaxud kiminsə bacısının qardaşının uşaqları olsun və yaxud özünüzün ola bilər və yaxud nəvə ola bilər, bax bu kimi, yəni ailədə artım və ya xoş xəbər, yeni xəbər. Hər birinizə bol şanslar arzu edirəm dəyərli tərəzilər. Like etməyi, paylaşım etməyi unutmayın. Əsas odur sağlıq və təmkinli olmaq.